Nəcəb siz sənətkar. təksiz? Hanı bəs Bu dəfə Balaxanlı? tək dedik inşallah gələn dəfə. Süsmə yoxdur. Allah eləməsin. Elşən Balaxanlı elə tərbiyəli uşaqdır. Allaha and olsun. Tək hələ bir oğlan olar. Nə? Sözə qulaq asan, Bəli. tərbiyəli, istedadlı, ağıllı bir Şəhərin oğlan. çıxmaq şərtinə bu meyxançılarda ən sözə qulaq asan hansıdır? Çoxsu. Hələ biri balalı, hələ biri Alaylı balalı. sözə qulaq asan olmaz. Lap qulaq asır necə lazımdır. Boş. Pərviz. Dünənləri burasında mənim biraz qanımı qara elədilər. Kim? Sosial şəbəkələr. Orxan Orxan barəsində belə pis oldum. Çünki mən 2 gün bundan qabaq danışdım oyuna. Bəli. Danışa bilmirdi. Yazışdı. Yazışdı, Bəli. Əməliyyatda Dedi hər şey çıxmışdı. qaydasındadır. Mən buradan da Orxan sevərləri salamlayıram. Orxanı salamlayıram. Orxan, sən bizim əzizimizsən. Sən bizim canımız, ciyərimizsən. Hər şey əladır, hər şeydə yaxşı Bəli, olacaq. Orxan Lökvatanlı sağdır, Biz səni inəlik hər bir zaman. Bəli. Ölməyib sağdır. Buyurun sənətkar, Ya əyləşin. Allah. Bugün demək Qaqaşım. Sən Bəli. nə tərbiyəli uşaqdır. Görsən durdu ayağa. Bax. Sağır belə oğlandır. zarlar yaxşıdır. Bəli. Kamalı çıxmaq şərtinə. Yo. Zahır Kemal dostumuzdur. Dostumuzdur Hər bizim. dəfə ona bir söz deyirəm. Əcəb Sağ olsun edirsən. bir dəfə də yığıb, yəni niyə bunu dedin deməz. Başqa bir mövzuda danışar. Başqa mövzularda deyər, amma heç vaxt da belə bir söz deməz. Çünki illərdə tanıdığım, dəyər verdiyim dostumuzdur və